Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Ve men tebi'ahum bi ihsanin ila yevmiddin. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefkahu qavli. Əziz qardaşlar, möhtərəm müsəlmanlar, Allah Teala bu məclisi hər birimiz üçün xeyirli, faydalı etsin. Xüsusilə də Allahdan istəyirəm qiyamət günü bizim xeyrimizə etsin. Deməli, əziz qardaşlar, sizlə bir kitab götürmüşdük. Xüsusilə də o kitab ən mühüm kitablardan biridir. Övlad tərbiyəsi barəsində olan kitabdır. Bugün nəhayət o kitabın sonuncu mövzusunu danışacaq. Hansı ki, o kitabda 10 əsas zikr olunmuşdu, bəhs olunmuşdu. 10 əsasın 10'unu da keçdik. Lakin müəllifin 10 əsasdan sonra son sözü var idi. Və o da öz-özlüyündə qeyd etmişdim ki, ayrıca bir dərsdir. Və bugün Allahın izni ilə o dərsi götürəcəyik. Deməli, yaxşı olar ki, xatırladım. Yəni, hansı ki, əvvəlki əsaslar 10 əsas nədən bəhs edirdi? Övladların tərbiyəsində diqqət edin. Müəllif zikr etmişdir ki, bu 10 əsas mühümdür. Ən birinci insan salih həyat yoldaşı seçməsidir. Fikir verin, nəyə toxunur? Ən birinci əməli salih həyat yoldaşı seçməkdir. Nə üçün? Çünki əməli salih həyat yoldaşının olması olan evladın əməli salih böyüməsi üçün böyük bir səbəbdir. Hətta həyat yoldaşı elm əhli olmasa da, şəriət elmindən bilgisi olmasa da, o ana övladına gözəl bir örnək olacaqdır. Ən birinci əsası qeyd etmişdir ki, əməli salih həyat yoldaşı seçmək. Və sonra bildirmişdir ki, ikinci əsas övlada imanı aşılamaq, doğru, düzgün inancı, səhih əqidəni başa salmaq. Bu da o evladın sağlam inanc üzərində böyüməsi üçün ən mühüm əsasdır. Və sonra qeyd etmişdi, üçüncü əsas övlada dua etmək. Valideynin öz övladına etdiyi dua Allah dərgahında keçərlidir. Ona görə hər bir valideyn öz övladı üçün dua etməlidir. Dördüncü əsas, əziz qardaşlar, valideynin öz evladlarını zikirlərlə qorumasıdır. Hər bir valideyn, ata və ana öz övladlarını çalışıb zikirlə qorumalıdır. Bu dördüncü əsasdır. Beşinci əsas, övladlara yaxşı ad seçməkdir. Valideynin üzərinə düşən, deməli, məsələlərdən biri də öz övladına yaxşı ad seçməsidir. Sonra qeyd etmişdir ki, altıncı əsas, övladlar arasında ədalətli olmaq. Övladların arasında birini birindən üstün tutmamaq. Və bu da çox mühümdür. Ata, ana öz övladını arasında seçkilik etməməlidir. Yeddinci əsas, əziz qardaşlar, bildirmişdir ki, övladlara qarşı mülayim olmaq, mərhəmətli olmaq, övladlara qarşı kobud olmaq olmaz. Və bu da tərbiyəyə mühüm təsir edir. Sonra qeyd etmişdir ki, 8-ci əsas övladlara nəsihət etmək və doğru yolu göstərməkdə davamiyyətli olmaq. Yəni, valideyn daimi öz övladına nəsihət etməlidir. Daim öz övladına doğru yolu göstərməlidir. Ata və ana. Və bu da tərbiyənin əsaslarındandır. Və sonra qeyd etmişdir ki, müəllif 9-cu əsas əməli salih dostun olmasına diqqət yetirmək. Yəni, valideyn öz övladının dost, yoldaş seçiminə diqqət yetirməlidir ki, o kimlə durur oturur, necə insanla durur oturur. İstər qız uşağı olsun, istər oğlan uşağı olsun. Fərq etməz. Hər bir valideyn buna diqqət yetirməlidir. Övladı kimlə yoldaşlıq edir. Və nəhayət 10-cu əsasda müəllif bildirmişdir ki, fikir verin, ən mühüm əsasdır, nöqtəni qoyur. Hər bir ata və ana öz övladına gözəl örnək olmalıdır. Ata, ana övladına örnək olmalıdır. Çünki, necə ki, sələflər də qeyd etmişdir. Əgər övlada hər hansı bir şeyi tövsiyə etdikdə, xüsusilə yaxşı bir əməli tövsiyə etdikdə, ən birinci valideyn onu öz həyata keçirməlidir. İstəyirsə evladı əməli salih olsun, valideyn yaxşı əməli özü birinci etməlidir. Onu evladında görmək istəyirsə. Eyni zamanda valideyn övladına örnək olmaqda pis əməldən çəkindirirsə, valideyn özü o əməldən çəkinməlidir. Hətta onu da övladında görsün.
Və sonra əziz qardaşlar, bu əsaslardan sonra müəllif son söz olaraq, deməli son sözündə buyurur ki, bu əsaslar, bu qeyd olunan əsaslar övladların tərbiyə olunmasında və həmçinin övladların ədəblənməsində və ya övladların yetişməsində kömək olan bir əsaslardır. Əsas kömək olan bir əsaslardır. Hansı ki, bu qeyd olunan əsaslar həm tərbiyə olunmasında, həm ədəblənməsində, həm düzgün şəkildə yetişməsində bu əsaslar deməli köməkçi bir vasitələrdir. Hər bir müsəlman bilməlidir ki, bu əsaslara diqqət yetirməklə, eyni zamanda bu əsasları tətbiq etməklə deməli nə olacaq əziz qardaşlar? Bəhrəsini görən ilk özü olacaqdır. Həm dünya həyatında, həm axirətdə, ölümündən sonra. Fikir verin. Əgər valideyn öz övladına bu əsasları tətbiq etdirərsə və yaxud da ki, edərsə və özü əməl edərsə və bu əsaslar üzərində övladını yetişdirərsə, o onun bəhrəsini görəcəkdir. Həm dünyada, həm ölümündən sonra. İndi diqqət edin, dünyada onun bəhrəsini görməyə gəldikdə, deməli, övlad öz valideyninə qarşı yaxşı olacaqdır. Onun üzünə ağ olmayacaqdır. Onun haqqlarını və hüquqlarını qoruyan olacaqdır. Övlad öz valideyninə qarşı heç vaxt onun üzünə ağ olmayacaqdır. Əgər düzgün şəkildə bu səbəblərlə övladını böyüdərsə, dünya həyatında həmin övlad əməli salih olacaqdır. Valideyninə qarşı gözəl, əxlaqlı və əməli salih bir övlad olaraq yetişəcəkdir. Çünki əziz qardaşlar, bizim dinimiz, İslam dini məhz bunu bizə əmr edir. Hər bir şəxsə. İslam dini bizə əmr etdiyi nədir? Övladın öz valideyninə qarşı itaatkar olması. Valideyninə qarşı gəlməmək, onun sözünə baxmaq, onun buyurduğunu yerinə yetirmək və həmçinin İslam dini buna təşviq edir. İndi baxın, ölümündən sonra gəldikdə isə o övlad öz atasına, anasına, valideyninə dua edəcəkdir. Necə ki, Rasulullah sallallahu aleyhi və səlləmin məhşur hədisi var. Buyurur ki, İdə mətə ibnu Ədəmə. Əgər deyir, Adəm övladıdır, vəfat edərsə, inqata'a aməluhu illə min thələtin. 3 əməldən başqa digər əməllər kəsilir. Fikir verin, sadaqatin cariyyətin və ilmin yuntəfə'u bihi və vələdin salihin yəd'u ləhu. Buyurur ki, Rasulullah sallallahu aleyhi və səlləm davamlı olan sədəqə və həmçinin fayda verən elm və eyni zamanda da əməli salih övladın öz valideyninə dua etməsidir. Deməli, əgər övlad əməli salih olarsa, əziz qardaşlar, valideyn vəfat edəndə mütləq əməli salih övlad öz valideyninə, atasına, anasına dua edəcəkdir. Və bu əsaslar, əziz qardaşlar, çox mühüm əsaslardır. Və müəllif də zikr edir ki, övladların tərbiyəsinə diqqət göstərmək mühüm və ən əsas amillərdəndir. Hər bir müsəlman, ata, ana buna diqqət göstərməlidir. Çünki deyir, bu olduqca mühüm və vacib məsələdir. Çünki övladların yolunu azmasının ümumi səbəblərindən biri də valideynlərin, atanın və ananın öz övladına qarşı səhlənkar olmasıdır. Və eyni zamanda öz övladına qarşı laqeyd yanaşmasıdır. Və bu səbəbdən dolayı övladlar bəzən yolunu azır. Ona görə də müəllif də qeyd edir ki, bu məsələ, yəni övladlara tərbiyə olunası məsələ mühüm və vacib məsələlərdəndir və ən diqqət göstərilən məsələlərdən biridir. Və hər bir ata və ana ona diqqət göstərməlidir, əziz qardaşlar. Dahi alim İbn Qeyyim, Allah ona rəhmət eləsin, buyurur ki, hər kim, fikir verin, çox gözəl qeyd edir, hər kim övladına fayda verən şeyləri bu həyatda ona öyrətməzsə, laqeyd yanaşarsa və onu başlı başına buraxarsa, ona qarşı ən böyük pislik etmiş olar. Həqiqətən çox möhtəşəm sözdür. Valideyn öz övladına fayda verən şeyləri öyrətməzsə, başa salmazsa, demək ki, nə baş verir? Yəni, önəmsəmir, valideyn övladının başını buraxır, nəticə etibarilə qeyd edir ki, övladına qarşı ən pis, yəni davranış etmiş olar. Evladına qarşı ən pisliyi etmiş olar. Ən çox pislik etmiş olar. Həqiqətən. Və eyni zamanda da buyurur ki, övladların çoxunun
yolunu azmasının başlıca səbəbi valideynlərin öz övladlarına fikir verməmələri və həmçinin övladlarına qarşı səhlənkar yanaşmasından dolayı baş verir. Və eyni zamanda da valideynlər öz övladlarına dinin vacib olan məsələlərini və həmçinin dinin sünnə olan məsələlərini başa salmamasından irəli gəlir. Və nəticədə də övladlar deyir, yolumu azır. Sonra qeyd edir ki, əziz qardaşlar, müəllif və burada başqa bir məsələ də var və buna da diqqət yetirilməsi lazımdır və mühüm məsələlərdən biridir. Və o məsələ də nədir? Və qeyd edir ki, valideyn övladlarının tərbiyəsində bu əsaslara riayət etməklə və bu səbəblərə riayət etməklə bərabər Allaha təvəkkül etməlidir. İşini Allaha həvalə etməlidir. Yəni, övladlarının islah olunmasında və eyni zamanda övladlarının qorunmasında məhz Allaha təvəkkül etməlidir. Necə ki, Allah Teala əməli salih qullarını qoruyur. Və mütləq olaraq deyir, valideyn ancaq deyir, bu səbəblərə qəlbini bağlamamalıdır. Yəni, burada fikir verin, nəyə yönəldir? Yəni, tövhidə yönəldir ki, yəni, bu səbəblərə bağlanıb sadəcə bu səbəblərlə özünü məhkum etməməlidir. Yəni, Allaha təvəkkül etməlidir. Səbəbləri götürməlidir və səbəblərdən yapışmalıdır. Övladına gözəl, düzgün istiqamət verməlidir və gerisini Allaha həvalə etməlidir, təvəkkül etməlidir. Burada İmam Malikin gözəl bir sözünü gətirir. İmam Malik bilirsiniz, böyük alimlərdən biri olub. Məlik ibn Ənəs buyurur ki, Allah ona rəhmət eləsin. Ədəb Allahdan olan ədəbdir. Ata və anadan olan ədəb yox. Yəni, ədəblər Allahdan olan ədəbdir. Atalardan və analardan olan yox. Və eyni zamanda buyurur ki, xeyir də Allahdan olan xeyirdir. Atalardan və analardan olan yox. Və burada müəllif qeyd edir ki, deməli, İmam Malikin bu kəlamında bir təsəlli və bir xatırlatma var. Təsəlli nədən ibarətdir? Deyir, təsəlliyə gəlincə bu, övladının düzəlməsi üçün, islah olması üçün səy göstərən, lakin buna baxmayaraq övladı deyir, düzəlməyən hər bir kəs üçün bir təsəllidir. Yəni ki, valideyn bütün səbəblərdən yapışmalıdır övladının islah olması üçün, doğru düzgün həyatda yaşaması üçün. Bütün səbəblərin hər birindən yapışmalıdır. Amma bilmək lazımdır ki, əziz qardaşlar, nəticə valideynin əlində deyil, nəticə Allahın əlindədir. Yəni, valideyn yönəldəndir, səbəb olandır, vasitə olandır. Amma nəticəni hasil edən kimdir? Allah Subhanahu və Teala. Valideyn səbəblərdən yapışır, amma bilmək lazımdır ki, nəticə valideynin əlində deyil. Əgər valideyn övladının islah olması üçün doğru, düzgün səbəblərdən yapışarsa və bütün vasitələrdən yapışarsa, övladının islahı üçün səy göstərərsə, çalışarsa, amma evlad asi olarsa, günahkar olarsa, düzgün istiqamət üzərində olmazsa, bu zaman deyir ki, valideyn bunun üçün deyir, günah daşımır. Və təsəlli də budur. Çünki buna örnəklər də var. Nuh əleyhissalam, İbrahim əleyhissalam, digər peyğəmbərlər. Yəni, valideyn bütün səbəblərdən yapışır, lakin övlad əgər asi olur, asikar olur, günahkar olur və o zaman deyir ki, artıq bu məsələyə görə valideyn günah daşımır. Və təsəlli də nə olur? Yəni, insan üzərinə düşən bütün məsələlərin, səbəblərin, vasitələrin hamısını layiqincə yerinə yetirir, nəticəyə görə deyir, ancaq özünü həlak etməməlidir. Nəticə kimin əlindədir, əziz qardaşlar? Allah Taala'nın əlindədir. Bütün ədəb də, bütün xeyir də, hər bir şey Allahın əlindədir. Hər şey Allahdandır. Ədəb də, xeyir də Allahdandır. Qəlblər yalnız Allah Taala'nın əlindədir. Ona görə də valideyn bütün səbəblərdən yapışmalıdır və Allaha təvəkkül etməlidir. Və Allaha dua etməlidir. Və sonra qeyd edir ki, müəllif İmam Malikin hansı ki təsəlli və xatırlatmasına gəldikdə, xatırlatmaya gəlincə deyir, bu Allahın övladlarını islah etməklə lütf etdiyi kimsələr üçündür. Allah Teala o kimsələrə ki lütf edib, Allah Teala deyir, onlar üçün deyir, bir lütf etmişdir. Kimlər ki, yəni Allahın övladlarını islah etməklə lütf etdiyi kimsələrə aid olan bir məsələdir.
valideyn də deyir, övladının tərbiyə etməklə, yəni hansı ki çalışdığına diqqət yetirməməlidir. Yəni ki, bütün gücün və qüvvətin öz əlində olmasına, yəni onu düşünməməlidir. Yəni hər şey mənim əlimlə olur. Burada onu demək istəyir müəllif. Yəni valideyn övladını tərbiyə etməkdə göstərdiyi, o çaba sərf etdiyi üçün o məsələ var, o səy göstərir. Deyir, bu valideyn ona nəzər yetirməməlidir. Nə üçün? Çünki bu yalnız Allahın əlində olan bir şeydir. Bu da Allahdan ona bir lütfdür. Allah Teala ona bu neyməti bəxş etmişdir. Hansı ki onun islah olunmasını. Ona görə də deyir, valideyn ümidli olmalıdır. Allaha sığınmalıdır. Allahın deməli lütfüne sığınmalıdır. Allahın rəhmətinə sığınmalıdır və övladların islah olunmasını və eyni zamanda övladlarının doğru yol üzərində olmasını Allahdan diləməlidir və ümidli olmalıdır. Və sonra müəllif sonda Şeyx İbn Hüseyminin sözünü gətirir. İbn Hüseymin bilirsiniz bu əsrin böyük alimlərindəndir və gözəl bir söz deyir. Deyir ki, mən güman etmirəm ki, bir kimsə övladlarının haqqında Allahdan qorxa və onların yönləndirilməsində şəriətin yolunu tuta, lakin Allah onun övladlarına deyir, doğru yolu göstərməsin. Və yaxud da ki, Allah onun övladlarını doğru yola yönəltməsin. Yəni, əgər bir insan övladları üçün Allahdan qorxursa və bütün şəriətin qoyduğu qaydaları ona aşılayırsa, Allah Teala ona mütləq doğru yolu müvəffəq edəcəkdir. Fikir verin, çox gözəl sözdür. Və ona görə müəllifin də burada qeyd etdiyi nədir? Müəllif onu qeyd edir ki, yəni Şeyx İbn Hüseymin sözünü gətirir ki, əgər bir insan övladı üçün Allahdan qorxar və həmçinin səy göstərərsə, şəriətin buyurduğu qayda və qanunlar üzərində övladını tərbiyələndirərsə, Allah Teala mütləq ona müvəffəq edər. Və sonda bu kitabın sonunda müəllif dua edir ki, Allahdan istəyir ki, mən Allahdan istəyirəm ki, Allah hər birimizin övladlarımızı tərbiyə etməkdə və onların doğru istiqamətdə yönəlməsinə kömək olsun. Və dua edir ki, onları Allah Teala islah etsin. Azmışların yox, doğru olanların yoluna yönəltsin. Və Allaha həmd edirəm əziz qardaşlar. Mən Allaha öz adımdan şükür edirəm ki, Allah Teala mənə müvəffəq etdi. Bu kiçik kitabı sizlə bir yerdə keçdik, tədris etdik. Allah Teala bu kitabı bizim üçün xeyirli, faydalı etsin və qiyamət günü bizim lehimizə etsin. Mən də Allahdan hər birimizin adından istəyirəm ki, Allah Teala bizim övladlarımızı salih övladlardan etsin. Allah Teala valideynlərimizin də günahlarını əff etsin. Allah Teala hər birimizə iman üzərində yaşayıb, iman üzərində ölməyi bizlərə müvəffəq etsin. Sallallahu alə nəbiyyina Muhammedin və alə alihi və sahbihi əcma'in. Subhanəkəllahumma və bihamdik. Əşhədu ən la ilahə illə əntə. Əstəğfiruka və ətubu ileyk.